Axşamınız xeyir olsun, salamlayıram müəlliminizi. Təbrik edirəm futbolçularımı. Çox vacib qalibiyyət idi və çox vacib idi ki, futbolçular intizamlı oyunu sona kimi oynasınlar. Biraz sonlara yaxın bir-iki boşluqlar oldu, amma ümumən belə çox diqqətli, çox intizamlı oyun göstərdilər və baxmayaraq qarşımızda topla çox yaxşı davranan komanda var idi, hansı ki, Əlaqəsi orta sahəsi, hansı ki, topa çox yaxşı nəzarət edirdilər. Buna baxmayaraq, yaxşı hücumlarımız oldu və yaxşı qollar oldu. Uğurlar arzulayıram həm Araz Naxçıvana, həm öz komandamıza və əlbəttə ki, bu soyuq havada ki, gəlib bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Buyurun. Buyurun. Mesela təbrik edirəm. Yankoviçin mövqeyində Monteli oynatdı, sonra da Ardayla atdı. Yəni Yankoviç hələ hazır deyildi, yox istirahət verdi sadəcə? Yox, istirahət verdi sadəcə. Oyunda yəni gördünüz, xeyli oyunçunu əslində buraxmamışdı. Hansı ki, çox gərgin, sürətli oyun keçmişdi əvvəlki oyun. Yəni son vaxtların bəlkə də ən çox maksimal sürətdə keçən oyunlarından biri idi. Ayrı-ayrı hər bir oyunçunun göstəriciləri çox yuxarı idi. Ona görə biraz ehtiyatlandıq hər bir oyunçu. Buyurun. Bundan Qərban Naxçıvan təbrik edirəm. Bu sabahın yüksəlişi fonunda artıq çempionatda Qarabağa, yəni nəfəs istəyən komanda var. Qarşıda oyunda sabah oynamışdı. 2 xal fərqli. Həmin oyun barədə gözləntilərinizi bildirsiniz. Doğrudan da bugünkü nəticələri sabahın elə oyununa görədir. Ümumiyyətcə, hər oyunla daha qabiliyyətli, daha təhlükəli bir sabah gəlir və yaxşı bir kollektiv formalaşıb, yaxşı da oyun nizam-intizamı var. Belə çox ciddi bir rəqibə qarşı oynayırıq və sadəcə hələ bugün sabah biraz futbolçulara istirahət vermək lazım olacaq, çünki biz elə sıx qrafik hər 2 gündən 3 gündən bir oyun istərsən futbolçularda biraz yorğunçuluq çoxalır sezon sonlarına yaxın. Düzü tam yaxından hələ tam analiz etməmişik, amma dünənki oyuna da baxdıq və ondan əvvəlki oyuna da baxmışdım. Hansı ki, canlı baxırdıq, həm Neftçi ilə səhv etmirəm, Neftçi ilə, sonra elə Turanla hər iki rəqibə qarşı çox yaxşı futbol oynadılar və yaxşı gərgin oyun, gərgin mübarizə gözləyir bizi. Buyurun. Təbii ki, münasibətlə Kadibor Gezin zədələnməsindən sonra çox mətbuatlı olsun, azarkeşlər, yüzdə azarkeşlər, orta xəttə tam o Kadinin olduğu vaxtdakı performansı Qarabağdan görünür. Yəni Kadinin zədələnməsi Qarabağın orta xəttinə demək olar mı 90-95% yəni çox böyük təsir edib ki, siz də onu ala bilmirsiniz. Səndən futbolçu oynasa belə. Bəlli məsələdir. Hər oyunçunun öz uyğun mövqesi var, hansı ki, oranın daha yaxşı bacaran futbolçusu var. Və belə oyunçuların ümumiyyətcə sıradan çıxması təkcə o mövqedə yox, digər mövqedə də görsən hansı bir narahatçılıq yaradır. Çünki biz başqa mövqedən götürüb həmin mövqeyə oyuncu qoyanda istərsəməz biraz digər sıxıntılarımız da olur. Amma buna baxmayaraq bu qaçılmaz bir futbolda elementlərdir, hansı ki, biz bütün dünya futbolunda bunun şahidi oluruq. Yəni digər futbolçularım sağ olsunlar ki, yəni nəticələrimizi qoruyub saxlamışıq. Yəni əlbəttə ki, hər bir komanda istənilən kollektiv bir oyunçu üzərində qurulmur. Biz hər bir şeyə hazır olmalıyıq və oyunların da gedişatında görmüsünüz ki, bəzən baxmayaraq Kadi orta, playmaker zonasında daha çox. Yəni siz oyunların gedişatında görmüsünüz ki, biz onu ikinci orta dayaq müdafiəçisi kimi də qoymuşuq. Hətta onu biz oyun gedişatında Kadini sağalli onu ortaya qoymuşuq və yaxud əlavə. Yəni bu biraz rəqibdən də asılıdır, amma belə qabiliyyətli, belə təcrübəli oyuncuların meydanda olması əlaqəsi böyük oyunlarda o əlavə bir kollektiv üçün, oyunumuzun qurulması üçün əlavə bir belə deyək üstünlükdür. Buna baxmayaraq, yəni mən həmişə demişəm ki, mən çox istəyirəm ki, mənim bütün futbolçularım sağlam olsunlar, təkcə oyun üçün yox, oyuna hazırlanmaq üçün daha çox mən bundan fayda götürürəm. Buyurun. Son günlər sosial şəbəkədə o sırmancaqda Simonu izləyən Əkbərlə bağlı müzakirə var. Sizinlə görüş oldu mu?
Yox, hələ olmayıb, olacaq inşallah, Olacaq. görüşəcəyik. Ondan sonra görüşürüz. Görüşəcəyik inşallah, amma görüşüblər uşaqlar. Buyurun. Bir də mövsüm öncəsi yəqin ki, tam dəqiq gününə detallanır, amma ehtimal edirəm ki, hər bir futbolçunun qış fasiləsinə qədər hansı performansı göstərə biləcəyinə bağlı ehtimallarınız var. 2 oyun qalıb, yəni qış fasiləsinə. O ehtimallar özünü doğruldumu? Yəni futbolçular misal üçün bir 80% özünü göstərməli ehtimalınız var. O 80% keçiblərlə daha çoxunu veriblərmi, yoxsa biraz performansdan aşağı çıxış ediblər? Burada tək Qarabağ oynamır futbolçular, bilmək gedənlər də var. Mənim üçün maraqlı deyən futbolçular tam o performansı verə bilirlərmi? Mövsüm öncəsi ehtimallar doğruldu bilirlərmi? Belə deyək də, gözlədiyim futbolçulardan, yəni gözlədiyimi ala bilmişəm və daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Yəni o daha böyük, daha çox fayda verə bilər komandaya, amma onun o bəzi oyunçular var, hansı ki, stabil öz idman formasını qoyub saxlamayıblar. Bunu burada deməməyim daha uyğun var, amma özləri bunu bilirlər, özlərinə bildirilib və özləri də doğru düzgün qəbul ediblər. Ölkəm. Sabahla maçı qədər soruşum. Həmən maçın nəticəsi, məsələn, bir məğlubiyyət olarsa təbii ki, futbol məğlubiyyət olar. O çempionluq yarışına indidən təsir edəcəyini demək olarmı, yoxsa hələ çempionatın burasında? Yox, əlbəttə ki, yəni hələ qarşıda xeyli sayda oyun var. Biz sezon başlayanda da biz neçənci yerlərdə idik, bir neçə tur sonra, bir xeyli sonra biz yavaş-yavaş pillə-pillə qalxmağa başladıq. Eləcə də Sabah da biraz aşağılarda idi, yavaş-yavaş öz formasını bərpa elədi, tam daha yaxşı yerlərə qalxdı. Yəni vacib oyundur, bəli, amma nə bizim üçün, nə Sabah üçün. Yəni biz qalib gəlsək də belə, yəni o demək deyil ki, biz ilin sonunda çempion olacağıq. Çünki dediyim kimi çox yaxşı kollektiv var Sabah, hansı ki bütün fikrini çempionata yönəldib. Ona görə yəni biz qalib gəlsək də, gəlməsək də, yəni hələ çox tezdir düşünməyə. Başqa sual yoxdursa, çox sağ olun. Çox sağ olun, təşəkkürlər.